Bu müəllimlərə şad xəbər, maaşlarında artım olacaq. Dəyərli izləyicilər, 2 saniyə vaxtınız gedəcək. Burada üstəgəl işarəsi var. Təcili və vacib xəbərlərimizdən anında xəbər almaq istəyirsinizsə, zəhmət olmasa abunə olun, bizi takip edin. Bu il biologiya, kimya, fizika, coğrafiya və informatika fənləri üzrə sertifikasiya imtahanları keçiriləcək. Həmçinin ötən il imtahandan uğurla keçə bilməyən müəllimlərə yenidən iştirak haqqı veriləcək. Təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 18, 19, 29, 24 və 25 iyun tarixlərində təşkil olunacaq. Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirakçının şəxsi kabinetinə göndərilib. İmtahan nəticələrindən asılı olaraq bəzi müəllimlərin əmək haqqında artım olacaq. Bəs maaş artımı hansı hallarda olacaq? Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, müəllim əgər müvafiq olaraq 30 baldan 50 bala qədər toplayırsa, onun əmək haqqına 5 il ərzində 10%, 50 baldan yuxarı, yəni 51 bal toplayırsa, onun əmək haqqına 35% əlavə olunacaq. Stat, müəllimlərin əmək haqqını stimullaşdırmaq üçün vacib bir alətdir. Bəzən sertifikasiyada yüksək bal toplayan müəllimlərin şagirdləri yüksək nəticə göstərmirlər. Ötən il müəllimlərin təkrar sertifikasiya imtahanında iştirak edən 7296 müəllimdən 3909-u müvafiq keçid balını toplaya bilməyib. Onlardan 3242-si ibtidai sinif, 485 isə Azərbaycan dili və ədəbiyyat müəllimləridir. Bu ildə təkrar sertifikasiya üçün imtahan təşkil olunacaq və orada imtahan verəcək müəllimlər.